neçə dəfədir artıq münasibətlərdən danışırıq da, formal münasibətlərdən danışdıq, sonra keçən dəfə başqa bir mövzuda, yəni münasibətlərdən danışdıq. Düşünürəm ki, yeri gəlib ki, artıq biz əsl ideal münasibətdən danışaq. Yaxşı, formalı pisdir, beləsi pisdir, eləsi pisdirsə, bəs doğrusu nədir? Ən yaxşı nədir? Ümumiyyətlə, səmavi təlimlərdə, irfan təlimlərində təqdim olunan ideal münasibət hansı münasibətdir? Tutalım, əgər müasir psixologiyanın təqdim etdiyi yanaşmanı bəyənmirsinizsə, deyirsiniz ki, böhranlıdırsa münasibətlər mövzusunda, yaxşı, bəs doğru olan nədir, ideal olan nədir, hansı daha doğrudur? Düşünürəm ki, bu haqda da danışmağa ehtiyac var. İdeal münasibət nə cür olmalıdır? İdeal münasibət mərifət əsaslı münasibətdir. Mərifət əsaslı münasibət, yəni o münasibətə hökm eləyən şey mərifətdir. Yəni ideal münasibətdə iki tərəfin arasında mərifət hökm sürür. Hüquq yox, sözlər yox və s. yox, mərifət hökm sürür. Nə deməkdir mərifət hökm sürür? Məsələn, qədimdə bir elm var idi, üsul elmi, indi də var əslində üsul elmi, din təlimlərində bu elm öyrənilir də, belə deyək. Üsul elmində belə bir sual qoyulur ki, bir müdir öz işçisindən su istəyir. Mənə su gətir, deyir və işçi müdirə su gətirmir. Sual, müdirin burada işçisini cəzalandırma haqqı var? Cavab bəli, çünki ortada bir tələb var. Müdir istədi və sən gətirmədin. Bir də var ki, ikinci sual, müdir susundan yanır, çox susuzdur, amma işçidən bunu istəmir. İşçi də bilir ki, müdir susuzdur, bunu hiss edir, görür hətta. Amma deyir ki, məndən istəmir ki, su gətirmək və su gətirmir. Sual, müdirin bu işçini cəzalandırma haqqı varmı? Yox. Hüquqi nöqteyi nəzərdən yox. Amma mərifət nöqteyi nəzərindən bu işçinin etdiyi çox qeyri-etik bir hərəkətdir də, yəni doğru deyil də, belə deyək. Çünki axı sən görürsən ki, o susuzdur və ona su gətirmək lazımdır. Və nəzərə almaq lazımdır ki, mərifət münasibətində hər iki tərəfə aiddir. Bax, bu müdir də elə müdürdür ki, bunu istəməyəcək. Yəni, səni incitmək istəməyəcək, səndən bir şey, səni zəhmətə salacaq bir şeyi səndən istəməyəcək. Sən bunu bilməlisən. O, onun tərəfindəndir, bu da sənin tərəfindən olmalıdır. Baxın, insanları qəddarlaşdıran mərifətsizliklərdir. Yəni, bütün insanlar əgər mərifətli olsaydılar, insanlar qəddarlaşmaq zorunda qalmazdılar. Bax, belə münasibətlər üzündən insanlar qəddarlaşır. Məsələn, hər kəs öz hiss edərək nələrsə edəcəkdirsə, özü başa düşərək nələrsə edəcəkdirsə, bir işarədən, deyir, arifə bir işarə, yer gəlmişkən, arif sözlə mərifət kökləri eynidir, eyni kökdən gəlirlər. Arifə bir işarə. Arif kimdir? Arif mərifətli adamdır. Bir işarədən belə bilir ki, məsələ nədir? Amma arif olmayanlar ucbatından insanlar qəddarlaşır. Artıq bir işarə ilə, bir sözlə, bir filanla, bir istəklə bu icra olunmursa, məsələn, işçi müdir münasibətlərini götürsək və o qəddarlaşmağa başlayır. Tutalım, xahişlə, sözlə, mərifətlə, məhəbbətlə deyəndə məsələlər həllini tapmırsa, o başlayır biraz qəddarlaşmağa. Yəni, ideal münasibət mərifət əsasında olan münasibətdir. Baxın, qiyamət günü, mən deyirəm, bir hesab olacaqsa, orada iki hesabdan söhbət gedəcək. Bir, insanın öz hesabı, niyə insanlıqdan çıxdın? İnsanlıqdan çıxmış insanın hesabı, niyə çıxdın? Bir də, insanı insanlıqdan çıxardanın hesabı. Çox maraqlıdır, iki dənə hesab var. Bir, ortada günah var, insanlıqdan çıxma. Amma iki hesab var. Bu insana deyirlər ki, sən niyə çıxdın insanlıqdan? Yəni, bu insana da bəraət qazandırmırlar. Məsələ budur. Ədalətli olan budur. Yəni, bu o demək deyil ki, biz insanlıqdan çıxmış insana bəraət qazandıraq, deyək ki, hədə, bunu məcbur elədilər, çıxdı, yox. Deyir, mərdi qova-qova namərd eləyərlər, yox. Səni nə qədər qovurlar qovsun, sən namərd olmayacaqsan. Bunun da bir hesabı var. Qovurdular, tamam, niyə sən namərd oldun? Niyə sən insanlıqdan çıxdın? Amma bu günahın ikinci tərəfi də var. İnsanlıqdan çıxardan o qovanlar. Siz niyə insanlıqdan çıxartdınız? Məsələ budur. Hər iki tərəf öz məsuliyyətini götürməlidir. Məsələn, mən qabaq yazmışdım ki, tutalım da,
oğrunu yox, ehtiyacları qandallayacaqsan, həbs eləyəcəksən də, yəni belə. Yəni güya burada demək istəmişdim ki, oğrunu qandallamayacaqsan, ehtiyaclar olmasa oğurluq da olmaz. Halbuki bu zahiri plasda maraqlı ifadədir, amma əslinə baxanda, dərin qatda baxanda bu dolayısıyla oğruya bəraət qazandırmaqdır. Yəni orada deyir ki, hə, görürsən, deməli mən ehtiyac üzündən bunu eləmişəmsə, deməli mən eləyə bilərəm. Zaten indi cəmaət özünə belə bəraət qazandırır da. Mən məcbur qaldım, mən filan oldum, belə oldum. Yox, onda bütün hər şeyə bəraət qazandırmaq olar. Yox, belə deyil. Oğruya deyəcəksən ki, sən heç bir halda oğurluq eləməyəcəksən, cəzan var. Heç bir məcburiyyət səni buna gətirib çıxarda bilməz və sənə bəraət verə bilməz. Bu yandan, bəli, bu tərəfə də təkid edəcəksən ki, ehtiyaclar da aradan qalxmalıdır. Yəni, bu da pisdir, bu da yanlışdır. İnsanlıqdan çıxardan da günahkar olacaq, insanlıqdan çıxan da günahkar olacaq. Mərifət əsaslı münasibət deyəndə bunu nəzərdə tuturam. Yəni, mərifət əsasında olan münasibət. Məşhur film var, yaxında baxdım. Mr. Morgan'ın sonuncu sevgisi. Çox qəşəng kinodur, yeri gəlmişkən tövsiyə edirəm. Mr. Morgan'ın sonuncu sevgisi. Orada məsələn, əsas sujet belə başlayır. Orada bir keçmiş professordur, filosofdur, avtobusda gedəndə birdən avtobus qəfil hərəkət eləyir. O az qalır yıxılsın və insanların üstünə yıxılır deyə başlayırlar onu kobudlamağa, nəsə sözlər deməyə. Bir qız, gənc qız onu müdafiə edir, qoruyur filan, avtobusdan düşürdür hətta. Sonra bu professora deyir ki, Mr. Morgan, onda hələ adını bilmirdi də, deyir ki, bəlkə siz evinizəcən ötürümdə harada yaşayırsınız? Bu ısrarla deyir ki, yox. Çünki xarakter olaraq belə insandır, istəmir insanları incitsin, əziyyət versin. Deyir, yox, narahat olma və s. və s. Amma qız təkid edir. Qız nə qədər təkid edir, bu yox deyir. İstəmir, deyir, yox, narahat olma. Amma Mr. Morgan yoluna davam edir və görür ki, qız böyründə gəlir. Və sonradan bunların bu formada belə dərin münasibətlər yaranır. İndi sual, Mr. Morgan doğrudanmı istəmirdi ki, qız onu evinəcən yolcu etsin, yola salsın, yoldaşlıq eləsin? İstəyirdi, dərindən istəyirdi. Bunun çox xoşuna gəlmişdi qızın belə onu müdafiə etməsi, sahiblənməsi xoşuna gəlmişdi. Amma o onu demir də, o onu demir. Amma bu onu hiss edir. Bax, mərifət əsaslı hissiyat budur. Ailədə, evdə, münasibətlərdə görürsən, bəzən uşaqlarla münasibətdə görürsən ki, sən hələ bir şey istəməmiş, oğlun gəlir onu sənə təqdim edir, qızın güman edir. Ən xırda şeyləri, məsələn, ən xırda detal məsələlər. Mən bir valideyn-övlad münasibətində görmüşdüm, çox xoşum gəlirdi. Məsələn, tutalım, ata sürücüdür, maşını sürür, oğlu da yanında oturub və zaman-zaman onun işarəsindənmi, onun hissiyatındanmı bilir ki, məsəl üçün, burada deməli, nəyisə dəyişməlidir, hansısa musiqini qoşmalıdır və yaxud söndürməlidir və yaxud nə eləməlidir. Yəni, bu formada gizli bir bağlarla bu idarə olunur da, yəni sözlü olaraq ona heç nə deyilmir və başa düşür ki, burada belə olmalıdır, bunu eləyir. Başa düşür ki, burada bu icra olunmalıdır, belə eləyir. Mərifət əsaslı münasibət budur. Yəni, səmavi təlimlərdə, yəni din tarixində kifayət qədər bunun nümunələri var da, mərifət əsaslı münasibətin nümunələri var. Məsələn, tutalım, Kərbəla hadisələrində qəşəng belə bir nümunə var. Tirimmah adında bir şəxsiyyətdir. Böyük şəxsiyyət olub, Əhl-i Beytə, imamlara məhəbbəti olan bir şəxsiyyət olub. Kərbəlaya gəlir, İmam Hüseynin yanında olur. İmam Hüseyin ona vəziyyəti izah eləyir və deyir ki, hə, mən də istəyirəm iştirak eləyəm, belə-belə. İmamdan soruşur ki, bəs deməli, belə başa düşürəm ki, hamımız burada şəhid olacaq da, çünki azlıqdayıq filan. İmam deyir ki, bəli, hamımız şəhid olacaq. Sonra deyir ki, onda, ya imam, mənim ailəm filan yerdədir, icazə verin, mən gedim onları yeri belirliyim də, indi şəhid olacaq filan. İcazə verin ki, mən gedim onları yeri belirliyim. İcazə verərsiniz. İmam deyir ki, əlbəttə ki, deyir ki, get. İmam belə deyəcək, imam heç vaxt ona deməyəcək, getmə. Və demir də, deyir ki, get. Və Tirimmah tarixdə var ki, gedir. Amma qaydanda gəlir görür ki, artıq iş işdən keçib, imam şəhid olub, Aşura hadisəsi baş verib və yazırlar ki, Tirimmah ömrünün axıracan ağladı da. Yəni ki, necə oldu, mən niyə getdim axı? Axı mən bilirdim, onlar belədilər, onlar heç vaxt deməyəcəklər ki, yox deməyəcəklər də, heç vaxt sənin qarşını almayacaq. Sual budur, imam burada istəyirdimi?
Terimah getsin, yox, istəmirdi. İstəyirdi ki, Terimah qalsın. Amma heç vaxt o onu bu səbəbdən dolayı ki, bir də məcbur olar, birdən narahat olar, birdən filan olar, o rahatlığı verməlidir. Yəni bu şəxsiyyətlər insanlara rahatlıq verirdilər. İnsanlara yol açırdılar ki, qalan da öz istədiyindən qalsın. Bunun qarşılığında eyni hadisələrdə digər bir nümunə var. Kərbala hadisəsində Tasua gecəsi yazırlar, bir nəfərə xəbər gəldi ki, sənin oğlunu Kufə şəhərində tutublar. Təzyiq vasitəsi kimi də, yəni oğlunu tutublar ki, imamdan atası əl çəksin. İmama bu xəbər gəlir çatır, ataya bu xəbər gəlir çatır. İmam onu durur ki, hətta yolçu eləsin, müəyyən şeydə vəsait də toplayır ki, onu yolçu eləsin. Bu zaman adam gəlir, imama deyir ki, ya imam, nədir, məni qovmaq istəyirsən, hara gedirəm, mən getmirəm. Sual, imam istəyirdi bu adam geçsin, belə hazırlıq gördü? Əlbəttə ki, yox, istəmirdi. Sadəcə bunlar belədirlər, yəni münasibət belə olmalıdır, mərifət əsaslı münasibət. Sən açıq formada bildirməyəcəksən, açıq formada tələb etməyəcəksən, qarşı tərəf bunu hiss edəcək və qalacaq. Yəni, müasir dünyada bəlkə bunu başa düşmək çətindir də, deyirlər, axı, nə var axı burada, o desin, bu da icra eləsin, filan, filan. Belə deyil, yəni, biraz daha dərinli söhbətlər. Allah bəndə münasibətlərində də belədir, mərifət əsaslıdır. Məsələn, ona görə bəzi alimlər deyirlər ki, birisi də vacib əməllər var, bir də müstəhəb əməllər var. Vacib əməllər olardı ki, onlar vacibdir. Allah onu tələb edib. Bir də müstəhəb odur ki, Allah deyib ki, istəsən də elə, istəməsən də, eləsən yaxşıdır, eləməsən yox. Bəzi alimlər qədimdə tövsiyə edərdilər müstəhəb əməllərə. Müstəhəb əməllərə daha çox təkid edərdilər. Vaciblər öz yerində, amma müstəhəbdə deyirdilər, mərifət əsaslıdır da, burada səndən bir pay olmalıdır. Vacibdir də, müdür sənə deyib ki, get bunu gətir. Burada sən onu icra eləyəndə də xüsusi bir şey yoxdur. Çünki ortada tələb var. Amma ikincisində bir rahatlıq var. Bax da, eləsən yaxşıdır, eləməsən də. Burada deyir, təkid edeyim, bəlkə də məsələ buradadır. Bəlkə də münasibətin ən dərin forması buradadır. Sən müstəhəblərə necə yanaşacaqsan? Vaciblərə necə yanaşırsan? Yox. Müstəhəblərə necə yanaşacaqsan? O yerdə ki, müdür icazə verib, məsəl üçün də işə gəlməyəsən, razı qalıb da, rahat buraxıb, gəlməyə də bilərsən. Onda işə gəlmək bir başqa bir şeydir də, maraqlı bir şeydir. Bəlkə də elə odur məsələ. Bütün məsələ odur, bütün diqqət bəlkə də odur, oradır. Bəlkə də sən o zaman daha çox müşahidə altındasan. Bəndəçiliyinin yoxlanması üçün bəlkə insan müstəhəb əməllərdə daha çox müşahidə altındadır. Yəni, mərifət əsaslı münasibət budur. Oradakı əmr var, qadağa var, yasaq var, cəza var, filan var. Burada münasibətlərin dərinliyi çox da görsənməyə bilər. Yəni, bir şeydir, belə bir sistemdir. Amma oradakı rahatlıq var, oradakı cəza yoxdur, oradakı tələb yoxdur. Oradakı münasibətin dərinliyi, bax, bu müstəvidə daha dərindən görsənə bilər ki, doğrudan necədir münasibət. Ona görə insanları qəddarlaşmağa məcbur etməməliyik də. Bunun da hesabı var. İnsanları insanlıqdan çıxmağa məcbur etməməliyik. Bəli, onların da hesabı var ki, niyə çıxdınız? Amma bizim də hesabımız var bundan bağlı. Nə gözəl olardı ki, hamı mərifətli insan olardı və insanlar qəddarlaşmazdı, zalimlaşmazdı. Bu bəzən məcburiyyətdən orada başqa yol qalmır, başqa çarə qalmır ki, nə edəsən ki, başqa forma ilə başa düşmür. Yəni, bu nöqteyi nəzərdən bu söhbətlərin, bu mövzuların yayılması, insanlara çatdırılması, bəlkə də düyün buradadır, bax, problem bəlkə buradadır və münasibətlər ona görə bu vəziyyətdədir. Tarixdə təsəvvür edin, bu münasibətlərin formasını yaddaşa vurur. Yəni, siz, məsələn, romanlar yazılır, filmlər çəkilir, bu da tarixin bir formasıdır da, tarixin qeydə alması, deyək. Gedişatı, hadisələri, hekayələri, hansı hekayələr yazılır, qeydə alınır, diqqət çəkir, bax, belə olan şeylər. Bu qeyri-adilikdir də, bu qəribə bir şeydir, bu maraqlı şeydir. Mən məsələn, bayaqlar bir-iki nümunələr gətirdim. O qədər gözəl, maraqlı tarixdir və kifayət qədər bunun dediyim kimi nümunələri var tarixdə, mərifət əsaslı. Yəni, o yerdə ki, ortada bir tələb yoxdur. Çünki adam belə yerdə
böyük adamlar, şəxsiyyətli adamlar tələb dili ilə danışmazlar. Rahatlıq verərlər, genişlik verərlər. O belə bir maraqlı rəvayət də var. Deyir ki, bir gün bir ərəb gəldi Peyğəmbərin görüşünə, çöl ərəbi idi. Soruşdu ki, ya Rəsulallah, ey Allahın elçisi, mənə bir sualıma cavab verin, mənim bir sualıma cavab verin. Qiyamət günü haqq hesab olacaq, deyirlər. Kim kəsəcək haqq hesabı? Kim alacaq bu hesabı bizdən? Peyğəmbər dedi ki, Allah. O deyir, ərəb bu cavabı eşidəndə insanları belə qamışlıq kimi araladı, gəldi. Peyğəmbərin boynunu qucaqladı, qayıtdı, sonra da çıxdı, getdi. Peyğəmbər dedi ki, onun dalınca, o bildi nə soruşdu və nə cavab aldı. Tərifləyən kimi dedi. Səhabələr deyir, düşdülər o adamın dalınca ki, nə məsələ idi bunu? Nə sual idi, nə cavab idi? Niyə belə sən cavab alanda qürrələndin, belə rəngin rufun açıldı və Peyğəmbəri qucaqladın? Ərəb dedi ki, çünki mən bilirəm ki, böyüklər, o mənə desəydi kimsə hansısa insan alacaq hesabı, hansısa mələk və s. və s. Mən məyus olardım da. Amma dedi Allah və mən bilirəm ki, böyüklər haqq hesab zamanı xırdaçı olmurlar. Böyüklər əsas da haqq hesab zamanı böyük olurlar. Ona görə mən bunu eşidəndə ümidləndim də. Böyüklər belədir, böyüklər mərifətlidirlər, böyüklər genişdirlər. O qübbə genişliyi var onlarda. Onlar tələb dili ilə danışmayacaqlar. Onlar məhəbbət dili ilə danışacaqlar və yaxud ümumiyyətlə danışmayacaqlar. Ona görə onların ətrafında olan insanlar hiss etməyi bacarmalıdırlar. Ona görə öz münasibətlərimizə baxmalıyıq. Öz münasibətlərimizə, insanın müxtəlif münasibətləri var da. Valideyn-övlad münasibətləri, nə bilim, işçi-müdür münasibətləri, həyat yoldaşı, ailə münasibətləri və s. də bütün bu münasibətlərə, Allah-bəndə münasibətləri insan baxmalıdır ki, məndə hansıdır? Mən hansı bir münasibətin, necə bir münasibətin içindəyəm? Bax, bu maraqlı tədqiq olması, təftiş olması məsələdir, münasibət məsələsi. Və belə bir müstəviyə insan keçirsə, mərifət əsaslı münasibətə keçirsə münasibətini, çox yaxşı olur onda. İnsan müstəqil olmalıdır, azad insan. İnsan azad olmalıdır. İnsanın azad olacağı şeylərdən biri də budur ki, insan deməməlidir ki, əşi, mənlə bir dənə olacaq, bütün dünya belədir. Mən durum, indi mərifət əsaslı münasibət qurum. Nə dəyişəcək? Bütün dünya başqa cürdür də. Azad insan belə baxmır məsələyə ki, çoxluq nə cürdür, doğru nədir? Azad insan o təlimdə danışmışdıq ki, çoxluğa yox, doğruya baxır. Bu doğrudur, bu gözəldir, belə olmalıdırsa, mən belə olacam və salam. Azad insan kimdir? Azad insan o insandır ki, bütün əksəriyyətdən, kütlədən ayrıdır, amma bu mənada ayrıdır. O heç vaxt demir ki, cəmaat ham belədir də, bircə mənim doğruluğumla düzələcək hər şey. Cəmaat belə də olsun, mən yenə doğru olacam. Danışmışdım sizə, böyük bir bioloq, alim gəlmişdi. Azərbaycanda onun çıxışı var idi, Avropa-Azərbaycan məktəbində. Orada çox diqqətimi çəkdi onun çıxışında bir məqam və mən hətta orada onu alqışladım. Orada nə idi məqam? Adam ekoloji tarazlığın pozulmasından danışırdı. Adam bundan danışırdı ki, biz gündəlik istifadə etdiyimiz bu paketlər, nə bilim, o bir dəfəlik qablaşmalar filanlar ki var, bunlar geyim, paltarlar və s. tez-tez dəyişdiyimiz bunların hamısı o zibilə atılan şeylərdir. Bunlar əslində nə qədər təbiəti, ekologiyanı korlayır, bundan danışır. Və sonra ardınca bir cümlə işdir, mənim çox diqqətimi çəkdi və mən alqışladım da, özümü saxlaya bilmədim. Dedi ki, bax, mən bu ayaqqabı, ayağımdakı ayaqqabını 12 ildir geyirəm. Bu nə deməkdir? Bu deməkdir ki, hə, tamam, adam dediyinə əməl eləyir. Bu ən bəsit tərəfi budur. Bizdə adam dediyinə əməl eləyir özü də. Yox, məsələ bu da deyil. Bundan daha dərindir. Adam demir ki, bütün dünya belədir. Bütün dünya dağıdır, xəşləyir, gündə 5 dənə şey alır. Bircə mənim eləməyimlə nə olacaq? Yox. Bu doğrudursa mən eləyəcəm. Azad insan budur. Kütlədən azad olmaq budur. Bu doğrudur və salamdır. Bütün dünya bunu eləməsin. Mən bunu eləyəcəm.
İndi bu münasibətlər mövzusunda da kimsə deyə bilər ki, əşi, indi aləm qarışıb bir-birinə, siz nəyə çağırış edirsiniz? Deyirlər də bəzən ki, bu çağırışlar nədir? Dünya qarışıb bir-birinə filan. Bəzən evdə uşaqlar zarafatla deyirlər ki, ata, bizə elə gəlir ki, sən sonuncu magikansan. Yəni, tək qalmısan da bu mövzularda. Çünki iç-içədirlər də, universitetə gedir, ora gedir, görür, belə çağırışlar çox azdır. Hətta yox səviyyəsindədir. Görəndə ki, belə bir çağırış var, deyir ki, sən elə bir tək qalmısan, bu mövzu təkdən danışsan. Görəsən, hasansa sən də yorulacaqsan bu söhbətləri və kütləyə qoşulacaqsan. O Martin Pajın bir əsəri var. Mən necə idiot oldum. Martin Paj, mən necə idiot oldum. Orada Martin Paj bir qəhrəmanı var. Orada düzgün yaşamağa çalışır, sağlam qidalanmağa çalışır, nə bilim, və s. da bir doğru, normal bir insan kimi yaşamağa çalışır, amma kütlə başqa cürdür də. Və bu get-gedə görür ki, mən tək qalmışam. Mən başa düşür ki, belə getdikcə mən ümumiyyətlə təkləşəcəm də. Bu yaşantı ilə, bu həyat tərzi ilə və yavaş-yavaş o prosesi göstərir ki, yavaş-yavaş necə idiot oluram və canı kütləyə qarışır da. O da onlar kimi düşünməyə başlayır, o da onlar kimi yaşamağa başlayır və s. Yəni, görürsünüz, bax, burada yeni yenilmə var. Martin Pajın qəhrəmanını neynədilər? Kütləyə cəmiyyət bura yıxılmağa məcbur edilər də. Yəni, onu deyirdim ki, burada azad insan bütün bunları nəzərə almır. Martin Pajın qəhrəmanı azad insan qala bilmir. Azad insan idi bəlkə, amma azad insan kimi o şəxsiyyətini qoruya bilmir axıracan. Yenilir. Sən yenilməməlisən. Kütlə nə deyir, o birisi nə deyir. Doğru olan budursa, bu belə olmalıdır. Doğru olan münasibət mərifət əsaslı münasibətdir. Formal münasibət deyil, hüquq əsaslı münasibət deyil, mərifət əsaslı münasibətdir. Bax, buna başa düşmək, bunu həyatına tətbiq etmək və həyatımdakı münasibətləri sırf bu nöqteyi nəzərdən təftiş etmək ki, mənim münasibətlərim necədir? Mərifət əsaslıdırmı? Məsələ budur. Söhbət bundan gedir. Bu diqqətdən qaçır bəzən. İnsan deyir ki, mən elə bilir ki, heç nə eləməmişim. Yox, sənin bu münasibətin, münasibət forman, sənin bu yanaşman, sənin bu davranışın, bəzi hallarda sənin bu ləngiliyin və s. da müxtəlif məsələlər ola bilər ki, kimisə dəli edir, kimisə insanlıqdan çıxardır, kimisə imkan vermir ki, o insan olsun, adam olsun, böyüsün, dəyişsin, durulsun. Çox olur da, bəzən gəlir, münasibətdə olur belə, gəlir ki, mən dəyişmək istəyirəm də, qurban olum, icazə ver mənim yaram sağalsın. Yara sağalmağa çalışır, qasnaq bağlayıb, birdən gəlir, yenə qaşıdı, yenə yara oldu, sağalmadı. Bəzən insan olmaq yolunda, dəyişmək yolunda bir yolçuluq lazımdır, bir proses keçməlidir, bir mərhələ olmalıdır ki, yara sağalsın, qutarsın da. Mən hansısa travmamı sağaltmaq istəyirəm, mən durulmaq istəyirəm, mən böyümək istəyirəm. Davamlı olaraq mənim həyatımda elə insanlar ola bilər ki, çəkirlər səni və səni kiçiltmək istəyirlər. Yəni, iradəvi olaraq yox, yəni bilməyərəkdən səbəb olurlar sənin xırda qalmağına. Tamam, sən xırda qalmısan, bu sənin günahındır. Amma sən də xırda saxlamısan. Sən də imkan verməmsən ki, sənin ətrafındakı insanlar böyüsün. Məsələ budur. Yəni, bunun bir doktor şəriət demişdə, sizi narahat etməyə gəldim. Bu narahatlığı olmalıdır insanın münasibətlərinə baxmalıdır ki, mən nə edirəm? Mən kimləri əngəl oluram, kimləri yolun kəsirəm, kimlərin yolunu kəsirəm. Bunun da bir hesabı olmalıdır. Əgər bir ədalət tərəzisi varsa, ədalət şeyi varsa, bu incəliklər var işin içində. Bu qədər rahat deyil məsələlər. 200-2 məsələsi deyil, bu qədər incəlik, bu qədər zərafət var işin içində. Biz etdiklərimizlə normalar yaradırıq. Etdiklərimizlə normalar yaradırıq. Mən Rusiyada yaşayanda bir dəfə bir yerdə qonaq idim, qohumların evində. Qonaq idim və orada təcili yardım maşını çağırdılar. Səhhətimdə problem var idi. Təcili yardım maşını çağırdılar. Təcili yardım maşını gəldi, həkimlər mənə baxdı. Həkimlər gedəndə gördüm bu qohum yaxınlaşdı, olan cibinə nəsə bassın və nəsə bastı. Sonraki mərhələdə biz oturub söhbət edelim. Mən dedim ki, bu yanlışdır da, sən norma yaradırsan. Dedim, nətər, yəni, nə yanlış? Dedim, sən norma yaradırsan. Yəni, həkim görür ki, sən onun cibinə pul basdıqda,
O onu norma kimi düşünür ki, elə norma budur da, belə olmalıdır. Sabah Məmməd bunu eləyə bilməyəndə ona yaxşı baxmır və yaxud onu qınayır, ona danlayır. Sən məsuliyyət daşıyırsan, sən istənilən hərəkətinlə norma yaradırsan, ha. Buna diqqətli ol. Buna diqqətli ol. Yəni, bir dəfə hərəkət elədin, çıxdı, getdi. Sən bunu eləməklə norma yaradırsan və bu norma, yaranmış normanın qurbanları olur. Bu yaranmış, sənin yaratdığın, sənin kimilərin yaratdığın normaların qurbanları olan insanlar və bunların günahı babalı, deyirik, babalı sənin boynundadır. Məsələ odur. Biz diqqət eləməliyik ki, biz davranışımızla norma yaradırıq. Hərəkətlərimizlə norma yaradırıq. Xüsusən də indiki dövrdə, sosial şəbəkələr dövründə, virtuallıq dövründə, yəni biz daim efirdəyik də, yəni bütün davranışlarımız, hərəkətlərimiz filan efirdə. Bu yaxşı tərəfi də var, ha. Yəni yaxşı şeylər varsa, məsələn mənim paylaşımlarımın tez-tez bəzi məsələlərlə bağlı paylaşımlar eləyirəm, yaşantımla bağlı filan. Kökündə həm də bu dayanır ki, yəni insan qəsdən bunu edirsən ki, sən bir norma yaradırsan da. Yəni bütün bunları nəyə görə danışırdım? Ona görə danışırdım ki, o haqq hesab ki var, gözlədiyimizdə hər kəsin gözlədiyi bir haqq hesab, bir qiyamət hesabı, bir ədalət tərəzi bu qədər bəsit deyil. Düşündüyümüz qədər bəsit deyil əslində. Çox daha dərindir. Sürprizlər, hər kəs orada sürpriz yaşayacaq, bu mənadadır. Bu qədər bəsit, sadə deyil. Hədə sən yaxşı əməlisən, pis əməl, buyur getdin, belə yox. Daha dərində elə günahlar ola bilər ki, sənin boynunda sən qalarsan ki, mən nə eləmişəm? Keçmişdə bir yazı yazmışdım. Düşünün, təsəvvür edin, məsələn, qiyamət hesabında sizə deyirlər ki, filan xanımı bədbəxt elədiyin üçün, məsələn, cəzalandırılsan da. Bizən baxsın, deyirsən, qardaş, qurban olun, mən bu xanımı tanımıram, nə bədbəxt eləmək, mən bunu tanımıram. Deyir, ola bilər ki, sən onu tanımırsan. Amma sən, məsələn, filan yerdə işləyirdin, onun nişanlısı, həyat yoldaşı kimsə gəlmişdi. O, həmən sən işlədiyin yerdə nəsə almağa, alış-verişə gəlmişdi. Həmən gün sənin əhvalın yaxşı deyil və onunla elə acı danışdın, elə acıladın və o da əsəbləşdi, əhvalı korlandı, getdi evə və nişanlısı ilə və yaxud xanımı ilə kobud formada danışdı, o da ona cavab verdi və s. və s. Bir dənə böyük bir skandal çıxdı və nəticədə bu da əsəbləşdi, vurdu onu. Nə bilim, və bunun axırı filan fəlakətlə qurtardı. Bunlar ayrıldılar, ailə dağıldı. Belə olur, inanın ki, ailələr bəzən belə-belə şeylərin üstündən dağılır. Və o qadın da getdi, məsəl üçün Allah uzaq eləsin, düşdü pis yola filan filan. Və sən bir qadını bədbəxt elədiyin üçün cəzalandırırsan. Məsələ belədir, bəli, belədir. Hər şey, yəni bütün davranışımızdan məsuliyyət daşıyırıq. Yəni bunun pozitiv tərəfi də var. Məsələn, qiyamət günü sənə deyirlər ki, buyur sən böyük bir təntənə ilə səni təltif eləyirlər, nə biləyirlər, filan şey elədi. Mən neyləmişəm? Deyir, sən orada belə davranmışdın, xırda bir yaxşılıq eləmişdin. O həvəslənmişdi, oradan gedib belə-belə eləmişdi, sonra belə oldu, elə oldu. Bax, zəncir effekti budur. Kəpənək effekti də deyirlər. Kəpənək effekti budur. Yəni biz bilməliyik ki, dünya bir integrativ şəkildədir, bütün şəkildədir. Sənin yaptığın həm pislik, həm yaxşılıq çox ciddi nəticələr doğura bilər və bütün o nəticələrin, doğrulmuş nəticələrin məsuliyyətini sən daşıyırsan. İrfan təlimlərində, təsəvvüf təlimlərində, səmavi təlimlərdə ən ideal münasibət mərifət əsaslı, sevgi əsaslı münasibətdir, mərifət əsaslı münasibətdir və biz münasibətlərimizi sırf bu nöqteyi nəzərdən təftiş etməliyik. Bəlkə də kələfin ucu məhsuldadır.